Mahatma Gandhi duz vergisinə etiraz olaraq təşkil etdiyi tarixi duz yürüşünün vaxtını dəfələrlə dəyişmişdi. O kütlənin verəcəyi reaksiya böyük bir daxili məsuliyyət duyurdu. Franz Kafka isə demək olar ki, heç vaxt öz yazılarını çap etdirməyib. Yalnız onun ölümündən sonra dostları onları çap etdirdi. Çünki o özünü daim natamam hiss edirdi. İnsanın içindəki daxili tənqid nə qədər güclü olarsa, fəaliyyət də bir o qədər geciktirilir. Van Gogh isə rəssam olmaq istəyini illərlə içində bastırdı. Yalnız 27 yaşında başladı. Çünki özünü kifayət qədər yetərli hiss etmirdi və özünü dəyərsiz sanırdı. Bu arada özünü dəyərsizləşdirmə ən güclü fəaliyyət bloklarından biridir. Nəsə etməliyəm, amma etmirəm vəziyyəti ən çox rast gəlinən, lakin ən az dərk olunan psixoloji paradokslardan biridir. Bu vəziyyətdəki insanın daxilində iki sistem toqquşur. Birincisi məqsəddir və mən bunu etməliyəm kimi ifadə olunur. İkincisi isə emosional müqavimətdir, amma hələ istəmirəm. Bu mənə çətin gəlir, hələ vaxtı deyil, onsuz da alınmayacaq şəklində meydana çıxan daxili müqavimət zehni sabotaj edir. Etməliyəm, ancaq etmirəm vəziyyətinin kökündə çox zaman qorxu dayanır və insan istədiyini deyil, qorxmadığını edir. İnsan hədəfini ağlı ilə qəbul etsə də emosional enerjisi o hədəflə uyğunlaşmırsa, motivasiya bloklanır. Etməyə arzuladığın şeyi etmirsənsə, günahkarlıq hissi yaranır və nəticədə emosional enerji daha da azalır. Sokrat deyirdi ki, insan yaxşı bildiyi şeyi etmirsə, deməli əslində o onu dərk etməyib. Nəsə etməliyəm, amma etmirəm vəziyyətinin neqativ təsirləri çoxdur. Fürsətlər əldən gedir. Həyat ritmi ilə insanın daxili ritmi arasında uçurum dərinləşir. Sən təkrar başladığını, amma bitirmədiyini gördükcə mən bacarmıram inancı möhkəmlənir. Əgər bir şey etmirsənsə, deməli o sənin dərindəki dəyərlərinə uyğun gəlmir. William James'in iradə nəzəriyyəsinə görə iradə bir niyyəti qoruyaraq əks impulsların qarşısında dayanma qabiliyyətidir. Səhər idmana getməli olduğunuzu bilirsiniz, amma getmirsiniz. O hesabatı yazmalı olduğunuzu bilirsiniz, amma kompüterin qarşısına keçmirsiniz. Bilirsiniz ki, kimləsə danışmalı, məsələni həll etməlisiniz, amma təxirə salırsınız. Hər bir etməliyəm fikri zehniniz üçün açıq qalan fail kimidir. Bağlanmadıqca resurslarınızı tükədirsiniz. Bilmək kifayət etmir, etmək üçün daxili enerji də lazımdır. Əgər sən də etməliyəm, ancaq etmirəm dövrəsindəsənsə, dəyişimin vaxtıdır və Şuuraltı Açarlar adlı NAT dəyişim kampaniyası 16 fevralda başlayır. Ən ağır yük yerinə yetirilməmiş niyyətdir. Əgər sənin həyatında etməli olduğun, amma etmədiyin nəsə varsa, deməli sən hələ özünlə razılaşmamısan. Fikirləriniz çox dəyərlidir.